Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün inşallah yeni test topusunda duzların hidrolizi mövzusunu çəkməyə çalışacağam. Sizdən bir kiçik xahişim var ki, videoya baxdıqdan sonra kanala abunə olsanız çox sevinərəm və şad olaram. Başlayaq birinci sualdan. Hansı maddənin suda məhlulunda lakmus qızarır uşaqlar? Lakmus qızarır deyirsə, avtomatik biz burada bilmərik ki, lakmus turşunun təsirindən qızarır. A variantında spirtdir. Spirt lakmusa təsir etməz. B variantında benzol da təsir etməz. Üzvü həlledicidir. C variantında əsasdır. Deməli, əsaslar biz bilirik ki, lakmusu göyərdir. D variantında uşaqlar turşudur, amma çöküntüdür. Çöküntü olduğu üçün uşaqlar lakmusa təsir etmir. Y variantında qarışqa turşusudur. Qarışqa turşusu lakmusun rəngini qızardar. 2. Hansı maddənin suda məhlulunda lakmus göyərir? Göyərirsə onda necə olacaq bu? Əsas uşaqlar. A variantında duz, natrium xlor. B variantında çox uşaq OH-ı görür. Əsas kimi götürür. Xeyr uşaqlar. Buradakı OH spirtin funksional qrupudur. B variantı gedər. C variantında turşudur, lakmusu qızardardı. Y variantında qüvvətli əsas, qüvvətli turşu neytrallardır mühit, yəni dəyişməz lakmusun rəngi. D variantı uşaqlar metilamin, bu da ki əsasi xassiyyət daşıyır, lakmusun rəngini göyərdir. 3. Hansı sırada duzların lakmusu hidrolizə uğrayır? Uşaqlar, bir halda hidroliz getmir ki, qüvvətli turşu və qüvvətli əsas olanda duz hidroliz etmir. İndi A variantına baxın uşaqlar. A variantında sıranı nə pozur? Məsələn, barium qüvvətli əsasdır, nitrat qüvvətli turşudur. Burada hidroliz getməz. B variantında sıranı nə pozur? Məsələn üçün, kalium qüvvətli əsasdır, sulfat qüvvətli turşudur. Burada da hidroliz baş verməz. C variantında məsələn üçün, baxaq, barium xloridir. Barium xlor qüvvətli əsas, xlor qüvvətli turşu. Burada hidroliz baş verməz. D variantında kalsium xlorda baxaq. Kalsium qüvvətli əsas, xlor qüvvətli turşu. Burada hidroliz baş verməz. Amma Y variantında sink zəif əsas, nitrat qüvvətli turşu gedər. Deməli, burada dəmir zəif əsas, turşu qüvvətli turşudur. Demək, xrom zəif əsas, nitrat qüvvətli turşudur. Burada təbii ki, hidroliz gedər. Hansı halda getməz? Qüvvətli turşu və qüvvətli əsas olanda hidroliz baş vermir. Doğru cavab olacaq Y variantı. 4. Hansı duzu suda həll etdikdə turş mühit yaranır uşaqlar? Turş mühit yaranması üçün turşu qalığı güclü olmalıdır. Məsələn, A variantında qüvvətli əsas, qüvvətli turşudur. Burada ümumiyyətlə lakmusun rəngi dəyişməz. Ümumiyyətlə neytral olur mühit. B variantında qüvvətli əsas və belə deyək, zəif turşu qalından ibarətdir. Burada qələvi mühit olacaq. B variantda gedər. C variantında zəif əsas, qüvvətli turşu, H2SO4-ün turşu qalıqda. Onda mühit turş olacaq. D variantına baxaq. Qüvvətli əsas, zəif turşu, burada qələvi olar. Bu da gedər. Y variantda qüvvətli əsas, zəif turşu. Doğru cavab olacaq C variantı. 5-ci sual. Hansı duzu suda həll etdikdə turş mühit yaranır? Turş mühit yaranması üçün yenə deyirəm, qüvvətli turşu olmalıdır dostlar. 5-ci sualda deməli A variantına baxın. Kalium belə deyək, qüvvətli əsas, SO4 qüvvətli turşu qalığıdır. Mühit neytrallar. B variantında həmçinin qüvvətli əsas, qüvvətli turşu, mühit neytrallar. C variantında zəif əsas, qüvvətli turşu. Aha, burada turş mühit yaranır. Gəlin Y variantına baxaq. Burada qüvvətli əsas, qüvvətli turşu neytrallar. Burada qüvvətli əsas, zəif turşu. Burada mühit qələvi olardı uşaqlar. 6-cı sual. Hansı duzun suda məhlulunda olan mühit səhv göstərilir? Baxaq A variantına. Deyir ki, A variantı qələvidir. Baxaq, kalium qüvvətli əsaslı, SO4 zəif turşu qalıqdır. Tamamilə razıyam. Bunu götürə bilərəm. B variantında natrium qüvvətli əsas, silisium O3, silikat turşunun turşu qalığıdır. Zəif turşudur. Yəni burada mühit qələvi olacaq. Yəni hansı güclüysə o dominant olur mühitdə. C variantında məsələn üçün natrium güclü əsasdır. Xlor güclü turşudur. Burada mühit qələvi olmalı idi, amma burada turş yazıb. Elə doğru cavab olar C variantı. Məsələn, D variantını analiz edək. Mis zəif əsas, qüvvətli turşu. Burada turşu dominant olduğu üçün turş mühiti olur. Y variantında qüvvətli əsas, zəif turşu olur və burada belə deyək, metal dominant olduğu üçün, yəni qüvvətli metal olduğu üçün qələvi mühit yaradır. Keçək
7-ci sual. Hansı maddənin suda məhlulunda olan mühit səhv göstərilib? Yenə baxaq A variantına. A variantında görürəm ki, elə A variantı səhvdir. Çünki burada qüvvətli əsas zəif turşdur. Burada dominant qüvvətli olan natriumdur. Qələvi mühit olmalıydı, amma burada turş yazıb. Elə doğru cavablar 7-də A variantı. 8. Hansı duzun hidrolizində yaranan mühit səhv göstərilib? Yenə həminki sualdır uşaqlar. Deməli, A variantı zəif əsasdır. NO3 qüvvətli turşudur. Burada uşaqlar necə olmalıydı? Elə turş mühit olmalıydı. Bu doğrudur. B variantında zəif əsaslı alüminium xlor qüvvətli turşudur. Mühit nə olar? Turş olar. Çünki turşu dominantdır. C variantında deməli natrium qüvvətli əsasdır. CH3CO turşu qalığı, sirkə turşusunun turşu qalığı zəifdir. Yəni burada mühit nə olardı? Qələvi burada. Qələvi verib düzdür. D variantında zəif əsas qüvvətli turşu. Bu da doğrudur. Amma Y variantına görə nə verib bizə? Verib ki, zəif əsas verib misi və qüvvətli turş verib. Burada mühit turş olmalı idi. Yəni burada qələvi veribsə səhv ifadədir. 9. Hansı sıradakı duzların hidrolizindən qələvi mühit yaranır? Qələvi mühit yaranması üçün qüvvətli əsas olmalıdır. Qüvvətli əsas olmalıdır. İndi elə doğru cavab burada olar. A variantı. Nə üçün? Çünki qüvvətli əsaslı zəif turşudur. Qüvvətli əsaslı zəif turşudur. Qüvvətli əsas zəif turşu. Məsələn, B-də ardıcıllığı nə pozur? B-də ardıcıllıq məsələn sink xlorid pozur. Çünki sink xlorid zəif əsaslı, xlorid qüvvətli əsas. Burada turş mühit yaradardı. Elə burada natrium pozur, natrium sulfat da pozur. Natrium qüvvətli əsas, SO4 qüvvətli turşudur. Neytrallardır mühit. C variantında da həmçinin uşaqlar qüvvətli əsas, zəif turşu bu heç. Məsələn, burada mis xlorid pozur. Mis xlorid zəifdir, mis xlor güclüdür. Burada turş mühit yaranardı. D variantında məsələn kalsium qüvvətli əsas, SO4 qüvvətli turşu burada pozur. Y variantında məsələn burada mis xlorid pozur. Doğru cavab qalır A variantı. 10-cu sual. Duzların hidroliz zamanı hansı mühit yaranır? Uşaqlar, bizə deyir ki, kalsium karbonat, kalium karbonat. Kalium karbonatı görəm qüvvətli əsas, zəif turşudur. Burada dominant kimdir? Metaldır. Yəni burada qələvi mühit olar. İndi B deyirəm. Bu natrium sulfidə baxaq. Burada qüvvətli əsas, zəif turşu. Dominant nədir burada? Qüvvətli metal, yəni qələvi yaranar. Qələvi. NH4 amonium nitratda zəif əsas qüvvətli turşu. Dominant burada turşu olduğu üçün turş mühit yaranır. Qələvi turşu hardadır? B variantı. 11. Hansı duzların suda məhlul lakmusun kağızını qızardar? Qızardır sonda burada turş mühit olmalıdır. Turş mühit, onda turşu qalığı güclü olsun, əsas zəif olsun. Məsələn üçün, birdə amonium zəifdir, xlorid güclüdür. Yəni burada turş mühit yaranacaq. Bu doğrudur. 2-də kalsium qüvvətli əsas, NO3 qüvvətli turşu. Burada neytraldır. Lakmus kağızı dəyişməz. 3-də zəif əsas qüvvətli turşudur. Bəli, burada turş mühitdə olduğu üçün lakmusun kağızı qızarar. Doğru cavab ilə olar 1-3. Hardadır? Y variantında. Burada da uşaqlar neytral olur. Barium qüvvətli əsas, NO3 qüvvətli turşu qalığı. Burada neytral olacaq. 12-ci sual. Duzların suda məhlullarında olan mühiti müəyyən edin. Yenə həminki sualdır. Deməli, burada qüvvətli əsas, qüvvətli turşu. Deməli, mühit nə olacaq? Neytral. Qələvlər getdi. Deməli, burada zəif əsas qüvvətli turşu görürəm. Onda burada mühit turş olacaq. Çünki NO3 dominantdır. Deməli, burada nə olacaq? Burada neytral verib. Burada da qələv verib. Doğru cavab nə qalır? C variantı. Buna da baxaq. Qüvvətli əsas, zəif turşu. Mühit nə olacaq? Qələvi. 13. Hansı reaksiyalardan alınan duzun suda məhlulunda turş mühit yaranar? Turş mühit yaranması üçün deyəndirəm, turşu qalığı qüvvətli olmalıdır. Qüvvət. Məsələn, burada nə alınır? Normal duzda kalium SO4. Burada qüvvətli əsaslı, qüvvətli turşu. Mühit neytral olar. B variantı məsələn kalsium xlorid alınır. Burada da mühit neytral olar. Kalsium qüvvətli əsas, xlor qüvvətli turşu neytral olar. Burada nə alınır uşaqlar? Bir dənə belə gəç. Burada alınır natrium karbonat. Burada necə olacaq? Qüvvətli əsas, zəif turşu. Onda burada qələvi mühit yaranar. D variantında natrium nitrat yaranar burada. Natrium NO3. Necə olacaq? Qüvvətli əsas, qüvvətli turşu neytral olar. Amma Y-yə baxın. Y-də zəif əsasdır,
qüvvətli turşdur. Ümumiyyətlə bunu görmək olur ki, əgər mühit turşdursa, onda burada qüvvətli əsasdan söhbət gedə bilməz. Ona görə natriumdur, kaliumdur, kalsiumdur qüvvətli olduğu üçün çıxırsan yerdə qalır Y variantı. 14. Hansı reaksiyadan alınan duzun suda məhlulunda qələvi mühit yaranır? Qələvi mühit deyirsə uşaqlar avtomatik sən zəif əsaslar çıxmasın. Dəmirdə zəif əsasdır, misdir zəif əsasdır. Yerdə B, C, Y qaldı. İndi uşaqlar baxaq nəyə? B variantında alınır natrium xlor. Natrium xlor qüvvətli əsas, qüvvətli turşu, neytral olardı mühit. C variantında kalium xlorid alınır, parçalanır, plus oksigen alınır. Burada qüvvətli əsas, qüvvətli turşu, mühit neytrallardır, amma Y variantında alınır. Natrium karbonat alınır. Natrium qüvvətli əsas, karbonat zəif turşu qalığıdır. Mühit nə olardı? Qələvi olardı. Doğru cavab Y variantı. 15-ci sual. 15-ci sual uşaqlar. Belə izah eləş bunu. Mən şagirdlərimə belə izah edirəm. Baxın. Deməli bizə duz verib və hidroz məhsulunu verib. Uşaqlar yadınızda saxlayın ki, metalın valentliyi, bax metalın valentliyi turşu qalığından çox olarsa, yaranacaq əsasi duz. Yox, əgər metalın valentliyi turşu qalığından az olarsa yaranacaq turş duz. İndi burada mən görürəm ki, alüminium valentliyi 3-dür. Nitratda bir valentli turşun qalığı düzdür. Burada metalın valentliyi turşu qalığından çox olduğu üçün burada dedim əsasi duz yaranacaq. Yəni 1-ə gedəcək A variantı. 2-yə baxın uşaqlar. Burada natrium 1 valentlidir, karbonat iyonu 2 valentlidir. İndi burada dedim ki, turşu qalığı metalın valentliyindən çox olarsa, onda yaranacaq turş duz. Onda 2-yə də gedər B variantı. 3-ə heç nə getməz, çünki qələvidir. Qüvvətli əsas qüvvətli turşudur. 1A, 2B hardadır? D variantı. 16-cı sual. Yenə uşaqlar həmin nəzər hissədir bu da. Deməli, dedim ki, metalın valentliyi turşu qalığından çox olarsa əsas duz. Burada dəmir 3 valentli, xlor 1 valentlidir. Burada yaranacaq əsasi duz. Metalın valentliyi turşu qalığından çoxdur. 1-ə gedəcək A. 2-yə baxaq. Kalium deməli 1 valentli metaldır. 1 valentli metal. Karbonat 2 valentli turşu qalığıdır. Karbonat 2 valentlidir. Bu 1 valentli. Hansı çoxdur valentli olaraq? Turşun qalığı. Düzdür. Onda turş duz yaranacaq. Olacaq B variantı. Ya da belə fikirləşmək olar. Əgər 1A, 2B hardadır? B variantı. Ya da belə düşünə bilərsiniz. Burada mühit nədir? Turşdur. Onda onun əksini yazacaqsınız. Olacaq əsasi hidroz məhsulu. Burada mühit nədir? Qələvi. Onda onun əksini yazacaqsan turş. Belə də yadda saxlaya bilərsən. 17-ci sual. Deməli, natrium asetat verib. Nə üçün natrium asetat üçün nə doğrudur? Katyona görə hidroz edir. Uşaqlar, burada necə başlasan? Bax, burada katyon kimdir? Metal həmişə bilirəm ki, müsbətdir. Burada onda turş qalığı mənfidir. Yadınıza saxlayın ki, katyona görə hidroz nədir? Aniona görə hidroz nədir? Bax, belə deyim. Təsəvvür edin ki, ringdəsən, rəqibdir qarşında. Belə deyək, sən rəqibin zəif tərəfini bilirsənsə, sən onu oradan çökdürə bilərsən, nokaut edə bilərsən. Yəni hidroz edə bilərsən. Əgər o sən zəif nöqtəni bilirsə, o da səni nokaut edə bilər. Yəni hidroz edə bilər. Yəni sənin zəif tərəfin varsa, o hidroz eləyəcək. Ümumiyyətlə duzda da bilər. Duzun zəif tərəfi varsa, o hidroz olunacaq, yoxdursa olunmayacaq. İndi burada zəif tərəf hansıdır? Zəif tərəf CH3CO düzdür? Yəni aniondur burada zəif tərəf. Onda hidroz kimə görə gedəcək? Aniona görə. Katyon güclüdür burada. Katyonun zəif tərəfi olmadığı üçün hidroliz katyona görə getməz. 2 doğrudur. Ondan sonra baxaq nəyə? Suda məhlulunda OH H ionundan çoxdur. Doğrudur uşaqlar. OH çünki niyə? Çünki burada mühit qələvi mühitdir. Yəni qələvi mühit OH göstərir də, turş mühitdə H-ın göstəricisidir. Onda 2, 3 doğrudur. 18-ci sualda. Burada da kalium asetat verib. Bu üçün kalium asetat üçün nə doğrudur? Yəni burada deyir ki, aniona görə hidroz edir. Baxın, bax kalium burada müsbətdir. Burada CH3CO mənfidir. Yəni burada zəif hansı tərəfdir? CH3CO-dur. Yəni zəifə görə gedər də hidroliz. Yəni aniona görə gedər. 1 doğrudur. Və mühit burada qələvi olduğu üçün OH-ın sayı yenə H-dan çoxdur. Əgər H çox olsaydı, onda mühit turş olardı. Yəni qüvvətli turş olardı. 19. Hansı halda duzların suda məhlullarında olan mühit doğru deyil? Baxaq, zəif əsas qüvvətli turşu. Bu doğrudur. Mühit turş olar. Dominant çünki turşudur. 2-də zəif əsas qüvvətli turşu. Burada turş mühit olmalıydı, amma neytral verib.
Bu səhvdir. Neytral olması üçün da qüvvətli əsas qüvvətli turşu olmalı idi. 3-də qüvvətli əsas zəif turşu. Bəli, burada mühit qələvi olar. Səhvi soruşsa yalnız 2. D variantı 20. Hansı maddənin hidrojen əsasi duz alınır? Bax, bayaq dedim. Əsasi duz alınırsa, deməli metalın valentliyi turşu qalınlığından çoxdur. Mən görürəm ki, burada metal 1 valentlidir, turşu 2 valentlidir. Burada turş duz alınır. B variantda natrium 1 valentli, PO4 3 valentli. Burada turş duz alınır. C variantda natrium 1 valentli, karbonat 2 valentli. Burada turş duz alınır. D variantında amonyum 1 valentlidir, SO4 2 valentli. Burada turş. Amma burada görən mis 2 valentlidir, xlorid 1 valentli. Görürsən metalın valentliyi deməli turşu qalınlığından çox olduğu üçün burada əsasi duz əmələ gələcək. Cavab olacaq Y variantı. 21-ci sual. Hansı reaksiyadan alınan normal duzun hidrojen turş mühit yaranır? Turş mühit yaranması üçün yenə deyirəm, burada turşu qalğı güclü olmalıdır. O zaman turş mühit yaranacaq uşaqlar. İndi burada məsəl üçün baxaq. Burada alınır natrium karbonat, burada qələvi olacaq. Burada uşaqlar alınacaq kalsium, xlorid. Burada mühit neytral olacaq. Qüvvətli əsas qüvvətli turşu. Burada nə alınacaq? Burada kalium xlorid alınacaq. Burada qüvvətli əsas qüvvətli turşu. Mühit neytral olacaq. Burada natrium nitrat alınacaq. Qüvvətli əsas qüvvətli turşu olduğu üçün neytral. Amma Y-yə baxın. Y variantında demək alınır sink xlorid, zəif əsas qüvvətli turşu. Dominant nədir? Burada turşudur. Yəni turş mühit yaranacaq. Y variantı. 22. Hansı duzların hidroz zaman turş mühit yaranır? Yenə deyirəm, turşu qalığı mütləq və mütləq şəkildə güclü olmalıdır. A variantında karbonat zəifdir, sulfit zəifdir. B variantında elə B variantını götürmək olar. Çünki zəif əsas qüvvətli turşu. Burada turşu mühit yaranır. Zəif əsas qüvvətli turşu. Burada da turşu mühit yaranır. Məsələn, C variantında sıranın nə pozur? Məsələn, natrium qüvvətli əsaslı bu getdi. D variantında kalium qüvvətlidir. Y variantında kalium qüvvətlidir. 23-cü sual. Hansı duzların hidroz zamanı qələvi mühit yaranır? Qələvi mühit yaranırsa, onda turşu qalığı nə olmalıdır? Zəif olmalıdır. Turşu qalığı zəif, elə A-ya baxın, sulfit zəifdir, SO3 zəifdir, karbonat zəifdir. Doğru cavab olar A variantı. Məsələn üçün, burada B variantda artıcılığın nə pozur? Məsələn, mis xlorid, zəif əsas qüvvətli turşudur. Burada turşu mühit olar. Burada neytral olar, qüvvətli əsas qüvvətli turşu. Burada olar qüvvətli əsas zəif turşu olduğu üçün mühit nə olar? Qələvi olar. Doğru cavab olar A variantı. 24-cü sual. İçərisində su olan 3 sınaq şüşəsinin birincisinə sinxlorid, ikincisinə natrium sulfat, üçüncüsünə kalium sulfid əlavə edilmişdir. Sınaq şüşələrinin lakmus kağızı salınmışdır. Lakmus kağızı hansı rəngə boyanar? Baxaq. Uşaqlar, burada qüvvətli turşu zəif əsasdır. Yəni, dominant burada turşu olduğu üçün mühit avtomatik qızarmalıdır. Bunlar getdi. İkincisində, burada qüvvətli əsas qüvvətli turşudur. Mühit neytraldır, lakmusun kağızı dəyişməz. Yəni, burada göyərir yazılır. Doğru cavab D variantı qalır. Burada da baxaq, qüvvətli əsas, zəif turşu, əsas da bilirik ki, lakmusu neyir? Göyərdir. 25-ci sual. İçərisinə su olan 3 sınaq şüşəsinin birincisində kalium, ikincisinə kalium karbonat, üçüncüsünə isə kükürt 6 oksid əlavə edilmiş və sınaq şüşələrindən lakmus kağızı alınıb. Lakmus kağızların hansı rəngə boyanır? Baxaq uşaqlar. Birinci uşaq burada çaşır, deyir ki, kaliumdur, təsir eləməz, nə bilim, SO3-dür, təsir eləməz. Əslində belə deyir uşaqlar. Bizə görə nə deyir? Deyir ki, sınaq şüşəsini, su olan sınaq şüşəsini atmışam. Mən bilirəm ki, kalium su ilə reaksiya daxil olur. Nə əmələ gəlir? Kalsium hidroksid. Aha. Kalium hidroksiddə burada əsas əmələ gəlir. Əsas bilirəm ki, lakmus neyir? Göyərdir. Ona görə dəyişmirlər. Birinci çıxacam, qırmızını çıxacam. Ondan sonra kalsium karbonata baxıram. Daha doğrusu kalium karbonat. Kalium karbonatın formulu bu belədir də. Qüvvətli əsas, zəif turşu. Mühit nə olacaq? Qələvi, lakmus olacaq göy rəngdə. Deməli, burada da olacaq göy rəngdə. Üçüncüsündə SO3-dir. SO3 su ilə birbaşa reaksiya girir axı, nə əmələ gəlir? Sulfat turşusu, H2SO4. Turşudsa lakmusu neyəcək? Qızardacaq. Doğru cavab olar B variantı. 26-cı sual. Hansı duzun hidrozindən qısa intənliyi bu formada yaxşı sxemi hansı ilə ifadə olunur? Yaxşı uşaqlar, baxaq.
Birinci uşaq nəyə diqqət yetirməlidir? Birinci görürəm ki, burada bir valentlidir. Bir valentli olduğu üçün kalsiumu çıxaram. Yerdə qalan bütün duzlar bir valentli metalın duzlarıdır uşaqlar. Nəyə diqqət etməliyəm? Burada görürəm hidrogen kationu var. Hidrogen kationu mühiti turş eləyəndir. Onda burada qüvvətli turşu olmalıdır. Baxın uşaqlar, qüvvətli turşu zəif əsas olmalıdır. Baxın, litium qüvvətli əsas, NO3 qüvvətli turşudur. Burada neytrallar, turş mühit yaranmaz. Mənə lazımdır hidrogen kation görmüşəm, axı turş mühit yaransın. Kalium qüvvətli əsas, NO3 qüvvətli turşu neytraldır. Natrium qüvvətli əsas, NO3 qüvvətli turşu neytraldır, amma zəif əsas qüvvətli turşu. Onda mühit burada turş yaranar. Hardan bildim turşdur? Hidrogen kationundan. Doğru cavablar D variantı. 27. Hansı duzların hidrozindən turş mühit yaranar? Turş mühit yaranması üçün qüvvətli turşu qalığına ehtiyacımız var. Bu qədər sadə. İndi uşaqlar baxaq A variantına. A variantında natrium sıranı pozur, çünki bu qələvidir. B variantında nə pozur sıranı? Elə B variantda düzdür, çünki qüvvətli əsas, yox, burada turş mühit soruşur. Burada da sıranı pozur. Qüvvətli əsas zəif turşdur. Mühit nə olacaq? Qələvi. Burada qüvvətli əsas zəif turş. Burada olacaq qələvi. Amma baxaq C-yə. C-də qüvvətli turşudur. Qüvvətli turşudur. Aha, bilirəm ki, qüvvətli turşudursa nə olacaq? Turş mühit zəif əsasda görürsünüz. Doğru cavablar C variantı. Məsələn, Y-də kalium, SO4. Burada qüvvətli, qələvi yox, neytrallardır mühit. 28. 28-də deyir ki, hansı halda hər iki reaksiyada alınan normal duz hidroziza uğramır? Hidroziza uğramır. Bayaq dedim ki, qüvvətli turşu olsun, plus qüvvətli əsas olsun. Bu zaman hidroz baş vermir. A variantı reaksiyada alınır baryum, xlorid. Burada görürəm qüvvətli əsas, qüvvətli turşudur. Yəni hidrozi uğramaz. Daha sonra baryumu görürəm. Baryum NO3 alınır. Yəni qüvvətli turşu, qüvvətli əsas. Y variantda belədir ki, məsələn B variantda mis oksid var, zəifdir. Hidrozi uğrayar. C variantda zəifdir, hidrozi uğrayar. D variantda sink zəifdir, hidrozi uğrayar. Y variantda maqneziumda dəmir zəifdir, hidrozi uğrayar. Doğru cavab nə qalar? A variantı. 29. Hansı halda hər iki reaksiyadan alınan duz hidroziza uğrayır? Hidroziza uğrayırsa, onda bunun mütləq şəkildə zəif əsas, qüvvətli turşu, qüvvətli əsas, zəif turşu. Yəni qüvvətli olmamalıdır uşaqlar. İndi baxaq A variantına. A variantında alınacaq natrium karbonat. Bəli, bu hidroz eləyər. Qüvvətli turşu zəif əsasdır. Burada hidroz baş verər. Y variantı alınacaq sink SO4. Burada da eləyər. Çünki zəif əsas qüvvətli turşudur. Burada da baş verər. Doğru cavab bunlar ilə A variantı uşaqlar. Başqa baxaq. Məsələn üçün 30-cu suala. Hansı halda hər iki reaksiyadan alınan duz hidrozə uğramır? Hidrozə uğramırsa, bayaq dedim, qüvvətli turşu plus qüvvətli əsas olmalıdır. A variantında maqnezium zəifdir, dəmir zəifdir. B variantında mis zəif əsasdır. C variantında dəmir zəif əsasdır. D variantında sink zəif əsas. Yerdə nə qalır? Y variantı. Burada alınır kalium 2SO4. Burada qüvvətli əsas, qüvvətli turşu. Bəli, burada hidroliz baş verməz. Buradan alınır kalsium bromid. Kalsium bromid qüvvətli əsas, qüvvətli turşu. Burada da hidroliz baş verməz. 31-ci sual. Deməli, içərisində su olan 3 sınaq şüşəsinin birincisinə mis SO4, ikincisinə deməli kalium bromid, üçüncüsünə kalium asetat əlavə edilmişdir. Alınmış məlumatın lakmus kağızı hansı rəngə boyanır? Birincisi görürəm zəif əsas qüvvətli turşudur. Dominant nədir? Burada turşu, onda mühit turş mühit olacaq və lakmus qızaracaq. A, B, Y getdi. Qaldıq C və D arasında. Burada qüvvətli əsas, qüvvətli turşu neytraldır. Lakmus dəyişməyəcək. Deməli, üçüncüsü qüvvətli əsasdır. Qarışqa turşu zəif turşudur. Onda burada mühit qələvi olduğu üçün lakmusun kağızı göyərəcək. Doğru cavablar C variantı. 32-ci sual. Hansı duzların hidroz zamanı birinci mərhələdə əsasi duz alınacaq? Əsasi duz alınırsa, bayaq dedim ki, uşaqlar, metalın valentliyi mütləq və mütləq şəkildə deməli, turşu qalığından çox olmalı, yəni böyük olmalıdır. Məsələn üçün burada natrium 1 valentlidir, turşu 2 valentlidir, H2S. Burada yaranardı turşu. Buna görə çıxdım. Deməli, B variantında natrium 1 valentlidir, sulfat 2 valentlidir. Burada da turşu qalığı
valentli çox olduğu üçün turş yaranardı. Bu da getdi. C variantında həmçinin natrium 1 valentli, karbonat 2 valentli. Buna görə bunu da çıxdım. Amma Y variantına baxın. Y variantında yox, Y variantı deyirəm, D variantı. D variantında dəmir 2 valentlidir. Yazdım. Xlor 1 valentlidir. Bəli, metalın valentli turş qalığı çox olduğu üçün əsas duz əmələ gəlir. D variantında maqnezium nitratı bax. Maqnezium 2 valentli, nitrat 1 valentlidir. Aha, burada da metalın valentliliyi bunun turşu qalınlığından böyük olduğu üçün yenə əsasi duz əmələ gəlir. Sink 2 valentlidir, xlor 1 valentli. Bəli, metalın valentliliyi xlorun valentliyindən çox olduğu üçün əsasi duz əmələ gələcək. Elə olar D variantı. 33. 33-də hansı reaksiya alınan duzun suda məhlulunda qələvi mühit yaranır? Uşaqlar, qələvi mühit yaranırsa, burada 100% zəif turşu olmalıdır. Məsələn, burada kalium klorid alınır A variantında. Qüvvətli əsas, qüvvətli turşu. Burada mühit nədir? Neytraldır. Burada necə olacaq? Burada alınacaq natrium xlor. Qüvvətli əsas, qüvvətli turşu. Mühit nədir? Neytraldır. C variantında alınacaq kalium karbonat. Kalium karbonat qüvvətli əsas, zəif turşu. Mühit nə olacaq? Qələvi. Əsas olduğu üçün qüvvətli olur. Deməli, doğru cavab olar ilə C variantı. 34-cü sual. Hansı reaksiyadan alınan duzun suda məhlulunda turş mühit yaranır? Turş mühit yaranırsa, orada mütləq və mütləq şəkildə turşu qalığı güclü olmalıdır bir mənalı olaraq və əsas zəif olmalıdır. Vəsiyo. İndi, məsələn, A variantında alınır natrium nitrat. Natrium nitrat qüvvətli əsas, qüvvətli turşudan ibarətdir. Mühit neytral olar. B variantında kalsium xlorid alınır. Qüvvətli əsas, qüvvətli turşu, mühit neytral olar. D variantı gözümə dəyir. Burada nə alınacaq? Maqnezium nitrat. Maqnezium nitratda uşaqlar. Maqnezium nədir? Qüvvətli əsas, nitrat. Daha doğrusu maqnezium zəif əsas, nitrat, qüvvətli turşu. Onda burada turş mühit yaranır. D variantı. 35-ci suala baxaq. Deməli, duzun suda məhlulunda olan mühiti verib, bir də maddələri verib. Birinci baxaq, qüvvətli əsas, zəif turşu. Burada mühit nə olardı? Qələvi. Ona görə getdi 3-ə A. Burada görənmiş zəif əsas, SO4 qüvvətli turşu. Mühit nə olardı? Adı üstünə turş. B gedər 1-ə. Burada zəif əsas, qüvvətli turşu. Burada da mühit nə olardı? Turş mühit. D variantında qüvvətli əsas, qüvvətli turşu. Mühit nə olardı? Neytral. 1BC, 2D, 3A. Hardadır? 1BC, 2D, 3A. 35 B variantı. Keçid edək uşaqlar 36-cı suala. Yenə görəm zəif əsas, qüvvətli turşu. Mühit nə olardı? Turş. Burada dominant olan turşudur da. Ona görə A getər bura. İkincisində kalsium xlorid, qüvvətli əsas, qüvvətli turşudan ibarətdir. Neytral olar. C variantında zəif əsas, qüvvətli turşu. Mühit turş olar. 3-ə gedər C. Burada zəif, daha doğrusu qüvvətli turşu, zəif əsas. Onda burada qələvi mühit yaranır. D variantı gedər bura. 1B, 2D, 3AC B variantı. 37-ci sual. Dəmir SO4 duzun hidrozun qısa ion tənliyini göstərin. Baxaq uşaqlar. Burada ümumiyyətlə SO4-ü çıx. Hidroz eləməzək SO4. Bu getdi. Burada doğru cavab ilə qalar bir dənə. Ümumiyyətlə bura baxın. Turş mühit. Burada zəif əsas qüvvətli turşdan ibarətdir. Yəni mühit turşdur. Mühit turş olması üçün H olmalıdır. H hardadır? Yalnız 2-də. Doğru cavablar D variantı. Bax, yenə deyirəm. Burada zəif əsas, qüvvətli turşu. Mühit nədir? Turş mühitdir. Turş mühit hidrogen kationu yaradır. Turş mühiti. Deməli, keçək 38-ə. Deməli, hidroz zamanı əmələ gələn ionları verib. Yaxşı. Baxaq variantlara. Onda burada belə başa düşmək olar ki, əgər burada hidrogen kationu yaranıbsa, onda mühit turşdur. Turşdur. Ona görə avtomatik A-nı çıxarım. Çünki burada qüvvətli əsas zəif turşudur. Mühit qələvidir. Bu getdi. Həmçinin D variantı getdi. Yerdə qaldı BC-dir, BC-Y. İndi burada da görürəm Y-də də, Y-də. H kationu var. Yəni bu turş mühit yaradır da. Onda turşu qalığım güclü olub. Onda məsələn üçün C-də Y-ə bax. Qüvvətli əsas zəif turş verir. Mühit nədir? Burada qələvi. Doğru cavab nə qalar?
Burada da elə Y-də də natriumu çıxsaq, cavab B variantı qalar. OH-da nə zaman olur? Qüvvətli əsas olanda, bir də zəif turşu olanda. B variantı. 39. Barium xlorid məhlulu üçün hansı ifadə doğru deyil? Uşaqlar, mən birinci duza diqqət yetirməliyəm. Görəm bu qüvvətli əsas, qüvvətli turşu. Bax, yazırdım ha, qüvvətli turşu plus qüvvətli əsas. Bax, yazırdım. Bunlar hidrolizə uğramır da. Amma A variantı görsən, hidrolizə uğrayır yazıb. Bu səhvdir axı. Hidrolizə uğramır. 40-cı sual. 40-cı sualda deməli duzları verib, daha doğrusu duzları soruşur. Suda məhlul mühitləri verib duzları soruşur. Baxaq. Birdə deyir ki, mühit qələvi olur. Baxaq, qələvi olması üçün onda bunun turşu qalığı zəif olmalıdır. Bax, xlor turşu güclüdür. SO4 heç burada qələvidir mühit, amma çıxıram yenə də. Bir də burada da qələvidir, bunu da çıxıram. Yenə deyirəm, qələvi mühit yaranırsa qüvvətli əsas olmalıdır. İkincisində bizə deyir turş mühit yaransın. Turş mühit yaranması üçün mən bilirəm ki, turşu qalığı güclü olmalıdır. Bax, D-yə bax. D-də turşu qalığı güclüdür, amma əsasda güclüdür. Burada neytral olar da mühit. Onda bunu da çıxmalıyam. Doğru cavab C variantı qalar. Və buna baxaq. Natrium qüvvətli əsas, SO4 qüvvətli turşu, mühit olardı neytral. Bax, burada da neytral verib. 41-ci sual. Deməli, X istəyir turş mühit yaratsın. Turş mühit yaratması üçün turşu qalığı güclü olmalıdır. Onda karbonatlar gedər, çünki zəif turşu qalığıdır. Ondan sonra nəyə diqqət yetirməliyəm? Y-ə baxım. Y-də neytraldır. Neytral olması üçün əsasda güclü olmalıdır. Turşu qalığı da güclü olmalıdır. Məsələn üçün C-yə baxın Y-də. Qüvvətli əsas zəif turşudur. Burada mühit nə olardı? Qələvi olardı da. Amma bizə lazımdır neytral olsun. Deməli, A variantına baxın məsələn. A variantda kalium güclüdür, xlorid güclüdür. Burada mühit qələvi olar. Deməli, bunu götürə bilərəm. C-ni çıxaq. C-dən D-də eyni şeydir, Y. Qaldı cavab A variantı. Bax, doğrudan da görürsən ki, natrium qüvvətli əsasdır. Karbonat zəif turşudur. Mühit nə olardı burada? Qələvi. Bax, qələvi verib elə burada da. 42. Kalium sulfit duzun suda məhlul üçün nə doğrudur? Elektrik cəryanı keçirir. Bəli, uşaqlar, suda həll olan duzlar demişik ki, elektrik cəryanı neyinir? Keçirir. Bir doğrudur. 2. Qələvi mühit yaradır. Qələvi mühit yaradır, bəli. Qüvvətli əsas, zəif turşu. Qələvi mühitdir, doğrudur. Turş mühit yaradır, xeyr. Turş mühit yaratması üçün zəif əsas, qüvvətli turşu olmalıdır. 1-2 A variantı. 43-cü sual. Mis xlorid duzunun suda məhlul üçün hansı ifadə doğrudur? Baxıram, qüvvətli turşu zəif əsasdır. Əvvəlası mühit nə olar? Turş mühit olar. Çünki qüvvətli turşu qalından ibarətdir. Qələvi olması üçün deməli qüvvətli əsas və zəif turşu olmalıdır. Bir səhvdir. Elektrik cəryanı keçirmir. Səhvdir axı. Suda duz həll olursa elektrik cəryanı keçirir. Yəni dissosiasiya edir də bu. Doğru cavablar yalnız 2B variantı. Keçək 44-cü suala. Maddələrin qarşılıqlı təsirinə əmələ gələn normal duzun suda həll olmasına yaranan mühit əsasən X, Y ehtimallərini müəyyən edin. Birinci uşaqlar, başlayaq nədən? Mis OH2 verib bizə və birdə mühiti nə verib? Turş. Mühit turş veribsə, onda burada bu ümumiyyətlə baxaq, mis burada zəif əsasda. Əgər birdə bizə turş mühit veribsə, onda turşu qalığı nəyəmiş? Qüvvətliymiş, düzdür. Onda burada C-ni, D-ni çıxaram. Yerdə qalar, məsələn, H2SO4 qoya bilərəm bura. H2SO4 qoya bilərəm. Qüvvətli turşu, zəif əsasdan belə turş mühit yaranır. İndi uşaqlar 2-yə baxaq, Y-ə. Y-də turş mühit yaradır. Çünki burada 2-ni turş verir, baxı. Burada zəif əsas, qüvvətli turş. Məsələn, burada Y-i qoyub H-xlor. Gəlin, yazaq H-xlor. Bəli, qüvvətli turşu, zəif əsasda bu turş mühit yaradar. Ondan sonra Z-ə baxaq. Z-də deyir ki, neytraldır. Bəli, zəif əsas, zəif turşu. Burada nə olacaq? Neytral olacaq da. Doğru cavab nə olar onda burada? A variantı. 45-ci sual. Bu da eyni sualdır. Burada görəm əvvəla qüvvətli əsasdır. Ondan sonra keçid edirəm nəyə? 1-ə baxıram. 1-ə baxaq uşaqlar. Ya da 4-ə başlayaq. Çünki buradan verir, baxın, natrium hidroksid. 4-ə baxaq. 4 deyir ki, neytraldır. Neytral olması üçün burada natrium qüvvətlidir. Onda turşu da qüvvətli olmalıdır. Yəni burada A-dır, B-dir, Y-dir. Bunlar zəifdir axı. Ümumiyyətlə, amonyak qazısı onu
çıxıram. H2 isə zəif turşudur. Çünki niyə? Burada qüvvətli əsas verib, mühit neytral verib 4-də. Mühit neytral olması üçün burada qüvvətli turşu H klor H2 SO4 olmalıdır. Keçək nəyə? Nəyə baxırdıq? Keçək indi Y-ə baxaq. Y-də deməli 1-ə verib, bizə 1-i verib turş mühit. Turş mühit veribsə, onda uşaqlar bu zəif əsas olmalıdır. Zəif əsas. Zəif əsas məsələn üçün burada D-ni götürə bilmərəm, çünki burada qüvvətli əsasdır. Doğru cavab qalır C. Sizə maraqlı gəlir NH3 nədir? NH3 də suda həll deyir axı. NH3 suda həll olanda nə əmələ gəlir? Naşatır spirtdə əsas, zəif əsas əmələ gəlir. H4OH. Aydın oldu. C variantı. 46-cı sual. Dəmir 3 xlordan hidrozunu zəiflətmək üçün məhlula hansı maddəni əlavə etmək lazımdır? Baxın uşaqlar, yadınıza saxlayın ki, hidroz zəiflətmək və yaxud da qarşısını almaq üçün məhlulda həmişə mühiti yaradan maddəni əlavə etmək lazımdır. Aydın oldu. Bax, mühiti yaradan maddəni. İndi burada mühiti hansı yaradır? Bax, zəif əsaslı dəmir. Bax, yazaq bura. Ferium xlor 3. Zəif əsaslı, qüvvətli turşdur. Mühiti xlorit yaradır. Yəni turş mühiti yaranır. Düzdür? Onda həmin duzdan, turşdan əlavə etməliyəm. Onda bax, xlorit turşusunu əlavə etsəm, hidrozin qarşısını ala bilərəm. B variantı. 47. Natrium asetat. Natrium asetatı yazaq. Aha. Zəiflətmək üçün məhlula hansı maddəni əlavə etmək lazımdır? Baxın uşaqlar, burada qüvvətli əsas zəif turşdur. Mühit nədir? Qələvi. Deməli, mən bura nə əlavə etməliyəm? Qələvə əlavə etməliyəm. Dedim, hidroz zəiflətmək və yaxud da qarşısını almaq üçün məhlula mühiti yaradan maddədən əlavə etmək lazımdır. İndi burada mühiti yaradan natriumdur, yəni qələvidir. Onda qələvə əlavə etməliyik. 48-ci sual. Deməli, X qüvvətli turşu və zəif əsasın əmələ gəlmiş duzdur. Məsələn üçün yazaq qüvvətli turşu zəif əsas. Məsələn üçün yazaq MiSO4. Y zəif turşu qüvvətli əsasdan yaranıb. Məsələn, yazaq natrium sulfit, natrium 2S. Z qüvvətli turşu qüvvətli əsasına əmələ gəlib. Məsələn, yazım natrium xlor ilə. Duzların suda məhlullar üçün hansı ifadələr doğrudur? Baxaq, nə deyir bizə? Üçü də elektrik cəryanı keçirir. Bəli, çünki hər üçü də suda yaxşı həll olan duzu və dissosiasiya edir. Bundan razıyam. X və Z-in məhlullarında mühit qələvidir. Baxaq. X qələvi deyil axı, zəif əsas qüvvətli turşdur. Burada turş olardı. Buradan səhvdir. Z də neytral olardı. Qüvvətli turşu qüvvətli əsasdır. Burada qələvi yox, neytral və turş olardı. Bunu götürə bilmərəm. Y-in məhlulunda mühit turşdur. Y-də görürəm ki, qüvvətli əsas zəif turşdur. Burada mühit qələvidir. Səhvdir. Doğru cavab nə olar? 1. 49. Qüvvətli turşu zəif əsasına əmələ gəlmiş həll olan duzdur. Qüvvətli turşu zəif əsas, məsələn üçün yenə yazıram MiSO4. Y zəif turşu qüvvətli əsas, yenə yazıram, tutaq ki, natrium 2S. Qüvvətli turşu qüvvətli əsasdan əmələ gəlib, yenə yazıram, tutaq ki, natrium xlor. Bu duzda suda məhlullar üçün hansı ifadələr doğrudur? Deməli, X-in məhlulda mühiti neytraldır. Baxaq. X neytral deyil axı. Zəif əsas, qüvvətli turşu. Mühit nə olardı? Turş olardı. Bu səhv ifadədir. Deməli, Y-in məhlulda mühit qələvidir. Bəli, qüvvətli əsasdır. Qələvi mühit yaradır. Zəif turşudur. Hansı dominantsa dedim, o mühiti təyin edir uşaqlar. Z-ə baxaq. Deməli ki, doğrudur. Z məhlulda mühiti turşdur. Xeyr, neytraldır. Qüvvətli əsas, qüvvətli turşu. Doğru cavab nə qalacaq? Yalnız 2. B variantı. 50-ci suala baxaq. Hansı duzun hidrozinin qısa yöntəmli aşağıdakı kimidir? Baxaq uşaqlar. Burada nəyə təyin etmək olar? Məsələn, A variantını çıxaram. Çöküntüdür. D variantını çıxaram. PO3-dür. Bizə PO4 lazımdır. Əgər OH varsa, onda normal duz olmalıdır. Y variantını çıxaram, turş duzdur, olmaz. Dedim, normal duz olmalıdır. C variantında uşaqlar. C variantında çıxaram, zəif əsas, zəif turşudur.
Burada mühit neytrallardır. Burada amma mühit qələvi lazımdır bizə. Bax, B variantına bax. B variantı qüvvətli əsas, zəif turşudur. Mühit nə olacaq? Qələvi. Bax, OH-ı tamamlayacaq. Doğru cavablar B variantı. 51-ci sual. Duzların suda məhlullarında olan mühiti göstərin. Nə qədər təkrar sualı var bu bölmədə? Deməli, natrium qüvvətli əsas, nitrat qüvvətli turşu. Mühit nə olacaq? Neytral. Ona görə A getdi, D və Y getdi. Amonium xlorda zəif əsasdır, xlor güclü turşdur. Mühit nə olacaq? Turş olacaq. Ona görə bu da getdi, B də getdi, neytral verib. Doğru cavab B olar. Deməli, burada kalium qüvvətli əsas, turşu zəif turşdur. Mühit qələvi olar. Elə B də burada. 52. Duzların suda məhlullarında olan mühit verib. Doğrunu soruşur. Deməli, natrium qüvvətli əsas, qüvvətli turşu, mühit neytrallar, turşdur, qələvidir, bunlar getdi. C, Y arasına qaldım. Kalium sulfitə kalium qüvvətli əsas, sulfit zəif turşudur. Burada qələvi mühit yaranar. Qələvi mühit. Amma məsələn C-də turş verib bizə səhvdir. Doğru cavab Y variantı qalır. Gəlin bunu da analiz edək. Qüvvətli turşu zəif əsas, onda turş mühit yaranardı. Burada turş verib. 53-cü sual. Hansı maddənin suda məhlulunda OH ionlarının qatılığı daha çoxdur? Uşaqlar, bunun mənası nədir? OH ionunun sayı H ionundan çox olsun. Yəni, bu o deməkdir ki, mühit qələvi olsun. Qələvi olması üçün də qüvvətli əsas zəif turş olmalıdır. A variantında qüvvətli əsas qüvvətli turş neytraldır. Bərabər olar. B variantında qüvvətli əsas, qüvvətli turşu, bu da neytraldır. C variantda qüvvətli əsas, zəif turş. Aha, bunu götürə bilərəm. D variantında zəif əsas, qüvvətli turşu, onda H çoxlardır OH-dan. Burada da neytraldır. Doğru cavab C variantı. 54-cü sual. 54-də deməli, məhlulda əmələ gələn ionların sayını verib A. Yəni, bunlar bərabərdir. Hərəsində 1 mol verib, hidroz qabiliyyətini verib. Uşaqlar, birinci nəyə diqqət edin? Bax, çıxdaş eləyəcəm. Bir dənə belə duzu çıxmaqla variant tapacam. Necə olacaq? Deməli, uşaqlar, ionları bölsək, burada 2 dənə kalium, bir dənə SO4. Yəni, burada 3 dənə var. Burada neçə dənə var? Bir dənə dəmir, bir dənə SO4, 2 dənə var. 3 dənə neçə dənə var? 4 dənə ion var. Burada 2 dənə ion var. Burada da 2 dənə ion. Düzdür? Yəni natrium NO3, burada maqnezium SO4. Uşaqlar, burada 4-ə tayı bərabər yoxdur ki. Ona görə 3 olan cavabların hamısını çıxmasın. Səhvdir. Bax, Y-də 3 var, D-də 3 var, C-də 3 var, B-də 3 var. Doğru cavab qalır A variantı. Bərabər olanlar nədir? X-da məsələn gedər, bu gedər X-a. 2-dir. Məsələn, burada başqa, məsələn, bu da 2-dir, bu da 2-dir. Görürsən, hamısında 2-dir. 55-ci sual. Hansı maddənin suda məhlulunda OH ionlarının sayı H ion qatından çoxdur? Yəni, mühit nədir? Qələvi. A variantı neytraldır. Qüvvətli əsas qüvvətli turşu getdi. B variantı neytraldır. Qüvvətli əsas qüvvətli turşu getdi. C variantı qüvvətli əsas zəif turşudur. Bunu götürmək olar. C variantını götürmək olar. D variantında zəif əsas qüvvətli turşu mühit turşulardır. Yəni, hidrogen çox olardı OH-dan. Bu da getdi. Y variantı neytraldır, getdi. Doğru cavab C variantı qalar. Deməli, 56-cı suala baxaq. Deməli, duzları verib, növünü verib, birinci mərhələsini verib. Deməli, uşaqlar, buradan əsası tutdum. Nədir söhbət? Baxın, uşaqlar, əsası dedim ki, nə zaman yaranır? Metalın valentliyi turşu qalığından valentliyə çoxlandı. Yenə deyirəm, bax, əsas duz nə vaxt əmələ gəlir? Bayaq 15 deyəsən 14 sayda izah elədim. Metalın valentliyi turşu qalığından çox olarsa, valentli olaraq əsası duz, turşu qalığı metaldan valentli olaraq çox olarsa, onda turş duz əmələ gəlir. Məsələn, burada əsası duz əmələ gəlibsə, artıq mən burada tuturam ki, söhbəti, burada metalın valentliyi turşu qalığından çoxdur. Onda belə bir şey yazım bura. Məsələn, alüminium, məsələn, xlor 3 yazıram. Alüminium xlorit yazıram. Bax, burada alüminium 3 valentlidir, xlor 1 valentlidir. Görürsən, metalın valentliyi xlordan çoxdur, valentli olaraq və əsas duz əmələ gəlir. Və indi keçək bura. Deyir ki, nəyə görə hidroliz edir? Sən bilirsən ki, alüminium zəif əsasdır, turşu qüvvətli turşudur. Uşaqlar, kimə görə uduzar bu hidroliz? Zəifə görə uduzar da. Yəni, zəif burada hansıdır? Katyondur. Bax, yazım, ara yazım bunu. Alüminium
3 müsbət katyondur, xlor mənfidir. Dedim zəif əsaslı bu qüvvətli turşudur. Düz deyil. Zəif burada alüminiumdur, yəni katyondur. Hidroz katyona görə gedər. Ona görə A, B getdi, Y getdi. Ondan sonra lakmusa baxaq. Burada görürəm zəif əsas qüvvətli turşudur. Mühit nə olar? Qırmızı. Lakmusun kağızı qırmızı olar. Mühit turşu olar. Qırmızı. Ona görə burada göy verib. Doğru cavablar C variantı. Belə. İndi burada anyona görə deyirsə, onda burada anyona görə deyirsə uşaqlar, belə deyək, onda burada turşu qalıq zəifdir, əsas gücdür. Məsələn, yazım natrium 2S. Görsən, anyona görə gedib də. Burada S zəifdir, turşu qalıq olaraq. Burada hidroz buna görə gedəcək. Birinci mərhələsinə baxıram. Bax, bu natrium 1 valentlidir, sulfit 2 valentlidir. Turşu qalığı nədir burada? Turşunun qalığın valentliyi natriumdan çoxdur, metaldan çoxdur. Yəni dedim ki, turşu qalığın valentliyi metaldan çox olarsa, onda turş duz əmələ gələcək. Aydın oldu. Ona görə burada da turş duz əmələ gələrdi. Və mühit nə olardı? Qələvi, qüvvətli əsas. Mühit qələvi və lakmus göy olardı. Deməli, göy. 57-ci suala baxaq. Deməli, qatı sulfatlı dəmirin reaksiyasından hamı bilir ki, dəmir 3 sulfat alınacaq. Dəmir 3 sulfat alınacaq uşaqlar. X maddəsinin hansı ifadə doğrudur? Suda məhlul turş mühit əmələ gətirir. Zəif əsas qüvvətli turşu, bəli, turş mühit əmələ gətirəcək. Dissosiasiya etdikdə dəmir 2 ionu əmələ gəlmir, axı 3 olmalıdır burada. Bu səhv ifadədir. Qələvinin suda məhlulu ilə qarşılıqlı təsirli olduqda qırmızı qonur rəngli çöküntü əmələ gətirir. Bəli, uşaqlar, biz bilirik ki, burada dəmir neçə valentlidir? 3 valentlidir. Düzdür? Bunları bilirəm ki, qələvidə OH var. Axı OH-dan hansı çöküntü əmələ gətirir? Ferium, OH3. Bu da qonur rəngli, qırmızı qonur rəngli çöküntüdür. 3 isə doğrudur. 1, 3. D variantı. 58-ci sual yenə burada da X maddəsindədir. Dəmir, çünki qat sulfatla girib baxı. Dəmir, sulfat 3. Dəmir 3 sulfatdır. Nədir? Bir dəqiqə. Hidrozə uğramır. Burada deyir doğru deyil. Aha, doğru deyilsə uşaqlar, baxaq. Hidrozə uğramır. Səhvdir axı, hidrozə uğrayır. Hidroz nə vaxt uğramırdı? Qüvvətli turşu plus qüvvətli əsas olanda. Burada zəif əsas qüvvətli turşudur. Hidroz uğrayır. Elə bu səhvdir. Keçək 2-yə. Qələvinin suda məhlul ilə ferrium OH çöküntüsü əmələ gətirir. Bu da səhvdir. Deyirəm axı OH3 əmələ gətirir. Çünki 3 valentlidir metal orada. 3 valentli. Bu da səhvdir. Suda həll olur. Xeyr. Suda həll olur. Bəli də suda həll olur da dəmir 2SO4 suda həll olan duz. Mən bunu nəzərə götürdüm ona görə. Bu düzdür. Bizdən səhv soruşduğu üçün 1-2 idi səhv. A variantı. 59-cu sual. Deməli, qat sulfatla mis alınır burada nə? X olur mis sulfat. Baxaq, suda məhlul turş mühit yaradır. Turş mühit yaratması üçün qüvvətli turşu zəif əsas olmalı. Bax, zəif əsasdır, qüvvətli turşudur. Bəli, burada turş mühit yaradar uşaqlar. 2. Suda məhlul elektrolizdə katodda hidrogen ayrı. Xeyr uşaqlar, biz demişik ki, pasiv metallar katoda getməyə məhkumdur. Yəni özlərindən başqa heç kim göndərə bilmirlər. Zəifdirlər bunlar. Hidrogen göndərə bilməzlər. Bu səhv ifadədir. 3. Qələvi məhlul ilə qarşılıqlı təsirdə olduqda göy rəngli əmələ gətirir. Bəli, göy rəngli çöküntü əmələ gətirir. Doğrudur uşaqlar. Bax, mis, qələvidə OH var axı, OH iyonu. Bəli, mislə OH birləşmiş mis OH2 göy rəngli çöküntü əmələ gətirir. 3 isə doğrudur, 1 də. A variantı. 60-a baxaq. Birinci qabda artıq miqdarda su əlavə etdikdə. Baxın uşaqlar, birinci qabı nə verib? SO3. Bunun üzərinə su gələndə, mən bilirəm burada sulfat turşusu alınır. Yəni 1 mol H2SO4 alındı. Gəlin indi ikincisini oxuyaq. Kranı açdıqdan sonra qabda ikinci qaba salınan lakmus kağızının rəngini tapın. Uşaqlar, baxın, burada görürəm 2 mol natrium hidroksid və 1 mol da sulfat alınır. Baxın, 2 mol natrium hidroksid plus 1 mol sulfat. Bir
Bir dəqiqə sulfat turşusu. Burada 2 dənə OH, 2 dənə hidrogen var. Yəni burada nə alınacaq? Normal duz, natrium 2, SO4. Yəni qüvvətli turşu, qüvvətli əsas. Mühit nə olacaq? Neytral. Lakmusun kağızı dəyişməyəcək. Doğru cavablar D variantı. 61-ə baxaq. Hidroliz zamanı yaranan mühit qələvidir. Qələvid isə uşaqlar, onda qüvvətli əsas zəif turşudur. Onda qüvvətli turşuları mən çıxacam. Ondan sonra nə deyir? Y-ə baxaq. Y deyir turş mühit yaradır. Turş mühit yaratması üçün onda burada qüvvətli turşu olmalıdır. Bax, qüvvətli turşunun gözün gəzməlidir. Qüvvətli turşu hardadır? Və karbonat da zəifdir. Burada karbonat zəifdir. Burada nə var? SO4. Elə doğru cavab nə olar? A variantı. 62. Bu da həmçinin eyni sualdır. Qələvi mühit yaradırsa onda zəif turşu olmalıdır. Qüvvətli əsas olmalıdır. Zəif turşulara çıxırsan, CO3-ləri, bir də S çıxsan, elə doğru cavab nə qalacaq? Bir dəqiqə. Burada qələvi deyir. Aha, mən səhvlədim. Qələvi deyirsə uşaqlar, qələvi deyirsə, onda qüvvətli əsas olmalıdır. Zəif. Ümumiyyətlə, tərsinə dedim, burada qüvvətli turşulara çıxmalısan. Qüvvət turşu adadır. İndi Y deyir turş mühit yaradır. Turş mühit yaratması üçün onda turşu qüvvətli olmalıdır. Məsələn, PO4 çöküntüdür ümumiyyətlə, getdi. Burada da CO3-lər zəifdir, amma Y variantı SO4 güclü turşudur. Yəni turş mühit yaradır. Zəif əsas, qüvvətli turşu, Y variantı. 63. Hansı maddələrin suda məlumatlarında lakmus qırmızı rəngə boyanır? Dedim ki, qırmızı rəngə turşun təsirindən boyanır. Onda duzlarda belə deyək, turşu güclü olmalıdır. Məsələn, sink, zəif əsas, qüvvətli turşu. Burada dominant nədir? Xloriddir. Yəni turşu olduğu üçün rəngi boyanır qırmızıya. B variant 2-də ümumiyyətlə əsasdır. Bu ümumiyyətlə göyərdər. 3-də zəif əsas, qüvvətli turşu, bəli, burada qızarar. Burada deməli zəif turşu, qüvvətli əsasdır. Burada göyərər, qələvi mühitdə, amma Y-də turşudur özü, H-xlor, yəni qırmızı rəngə boyanar. 1-3-5. Deməli, qabları verib turşular əlavə etdikdən sonra hansı qabda mühit neytral olar? Uşaqlar, mühit neytral nə vaxt olur? Dedik ki, H müsbət iyonu OH-a bərabər olanda. İndi gözümüz nəyə gəlsin? İndi uşaqlar, burada onda 3 mol sulfat verib. Onda 3 mol sulfatda nə qədər hidrogen katyonu var? Onda 6. Düzdür. Burada isə onda 2 mol kalium hidroksid verib və OH neçə olar? Onda 2 OH olar. Burada bərabər deyil ki. Ona görə burada mühit nə olacaq? Turş olacaq. Hidrogen daha çoxdur. Bu getdi. İndi keçək ikinci qaba. İkinci qabda onda 1 mol H2SO4 verib. 2 dənə olduğu üçün onda 1 vursun gelir. Onda 2. Nə var burada? Dəqiqə. Onda 2 H katyonu var. Onda 2 mol natrium hidroksid veribsə, onda 2 molda onda OH olar da. Onda bu da mühit bərabərdə. Hidrogenlə OH bərabərdirsə, onda mühit neytral olar. Bunu da götürmək olar. Deməli, burada onda 1 mol verib, hidrogen bir dənəsi ilə onda 1 mol H iyon olar. OH bir dənədir, onda 2 molda onda 2 olar. OH. Burada 1-in 2-yə nisbətində. Burada olmaz. İndi bir dənə Y 4 qarı da. Deməli, onda 2 mol verib, bir dənə hidrogen katyonu var. Edilir onda 2 hidrogen katyonu. Burada da OH bir dənədir. Onda 2 mol veribsə, onda 2 mol OH olar. Bərabərdirsə, dedik ki, neytral olur. 65-ci suala baxaq. Katyona görə hidroz edirsə, onda burada zəif əsas olmalı uşaqlar. Zəif əsas. Zəif əsas hardadır? A variantında. 1-ə getdi A variantı. 2-yə baxaq uşaqlar. 2-də anyona görə deyirsə, onda anyon zəif olmalıdır. Vəsiyo. Anyon zəif olanlardadır. Məsələn, C-də. Bu qüvvətlidir də, bu zəifdir. Onda C bura gedər. Başqa bir dənə də olar. Məsələn üçün Y-də. Natrium qüvvətlidir, sulfit zəifdir. Yəni burada anyona görə gedər.
Y variantı. Həm kationa görə, həm aniona görə deyirsən, bunların hər ikisi zəif olmalıdır uşaqlar. Hər ikisi zəif hansı? Məsələn, amonium sulfit verir. Sulfit də zəifdir, amonium da zəifdir. Həm kationa görə, həm aniona görə hidroliz baş verəcək. 66-cı sual. Kationa görə deyirsə uşaqlar, onda kation burada zəif olmalıdır. Kation harda zəifdir? Məsələn, B-də zəifdir. Gümüş zəif əsasdır. Anion burada gücsüzdür, turşu qalıq gücsüzdür. Ona görə 1-ə B gedər. 2-yə baxaq uşaqlar. 2-də aniona görə deyirsə, onda burada əsas gücsüz olmalıdır, turşu qalıq zəif olmalıdır. Bax, SOH burada zəifdir. Deməli, A gedər bura. Başqa baxaq. Məsələn, Y də gedər. Burada qüvvətli əsas zəif turşudur. Aniona görə hidroliz gedəcək də, zəifə görə Y variantı. Həm aniona, həm kationa görə deyirsə, onda ikisi zəif olmalıdır. Məsələn üçün C-də amonium da zəifdir, karbonat da zəifdir. 67. Suda məhlul qələvi mühit, turş, neytral. Baxaq. Qələvi mühitsə, deməli, dedik ki, metalı güclü olmalıdır. Məsələn, burada qüvvətli əsas, zəif turşu. Mühit nə olacaq? Qələvi. Başqa burada görürəm ki, qüvvətli əsas, zəif turşu. Burada da mühit qələvi olacaq. Ondan sonra turşa baxaq. Turş mühiti olmaq üçün turşu qalıq qüvvətli olmalıdır. Məsələn, A-da zəif əsas, qüvvətli turşu. Deməli, mühit nə olacaq? Turşu olacaq. Y variantda zəif əsas, qüvvətli turşu, mühit nə olacaq? Turşu olacaq. Neytral olması üçün ya qüvvətli, ya da zəif olmalıdır. Məsələn üçün D variantda baxaq. Zəif əsas, zəif turşu. Neytral olacaq. 3-ə gələcək D variantı. 68-ci sual. Deməli, turş qələvi neytral verir. Yəni, turş olması üçün dedim ki, metal qüvvətli olmalıdır, əsas zəif olmalıdır. Məsələn, A variantında zəif əsas, qüvvətli turşu. Dominant turşu olduğu üçün turş mühiti yaranacaq. B variantında zəif turşu qüvvətli əsasdır. Onda mühit nə olacaq? Qələvi. Onda 3-ə gedər B variantı. Burada zəif əsas, zəif turşudur. Onda neytral mühit olacaq. D variantında qüvvətli əsas, zəif turşu, mühit olacaq qələvi. Çünki dominant burada metaldır. Burada zəif əsas, qüvvətli turşu olacaq. Onda mühit nə olacaq uşaqlar? Turş, mühit. Y variantı. Suallarımız bu qədər uşaqlar. İnşallah hər birinizə video faydalı olar. Növbəti videoda inşallah elektroliz bölməsini paylaşacağım.